Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bugünkü dərsimizdə Nizami Gəncəvinin İskəndərnamə poemasının şərəfnamə hissəsi ilə tanış olacaq. Bildiyimiz kimi əsər orta məktəbdə böyük ixtisarla verilmişdir. Verilmiş hissədə isə 8 başlıq var. Bu başlıqları, bu ardıcıllıqları sözsüz ki, yadda saxlamaq lazımdır. İlk növbədə müəllimin nə danışmasından asılı olmayaraq, verdiyi izahatdan asılı olmayaraq əsəri dəfən-dəfən oxumaq lazımdır. Xüsusilə nəzmdə yazılmış əsərləri xüsusilə oxumaq lazımdır. Çünki mən burada danışarkən əsəri nəzm parçalarını söyləyərək hadisələri o cür xatırlatmıram. Mən özüm elə nəsr şəklində xatırladıram, amma bizə test tapşırıqlarında suallar nəzm şəklində düşürsə, demək biz əsəri nəzm şəklində oxumalıyıq, dəfən-dəfən ki, o ifadələr, o fikirlər yadımızda qalmış olsun. Başlayaq əsərin birinci hissəsi, yəni birinci fəsli deyək, birinci başlığı dastanın xülasəsi və İskəndərin Cahangirli tarixindən bəhs edir. Bu hissədə Nizami Gəncəvi əsərdə istifadə etdiyi mənbələrin adını çəkir. Deyir ki, Nəsrani, Yəhudi və Pəhləvi mənbələrindən istifadə etmişəm. Yəhudi mənbələri sözü bizim üçün aydındır. Nəsrani xristiyan deməkdir. Pəhləvi isə qədim fars dilinin başqa bir adıdır. Yəni o dildə o yazılmış mənbələrdən istifadə eləmişəm. Bu hissədə Nizami Gəncəvi İskəndərin Daradan taxta azalmasından, 20 yaşında hakimiyyətə gəlməsindən, 27 yaşında peyğəmbərliyə çatmasından, Hinddən Yunana qədər şəhərlər salmasından, bir də Dərbəndin də İskəndər tərəfindən salınmasından söhbət açılır. Keçək dastanın başlanğıcı hissəsinə. Burada Nizami əvvəlcə İskəndərin atasından Feyləqusdan danışır. Deyir ki, ona Rum və Rus itaət edərdi. Hətta burada ulu babasının adı İshaqın adını çəkir. Sonra onun ədalətli olduğundan və ədalətinin belə formada ifadə edir. Ədalətini deyir ki, qurtları qoyunların buduna bağlayar. Hətta deyir, Dara deyir, onun ədalətinə paxıllıq edirdi. Ona görə də ondan xərac tələb etmişdir və bu ağıllı adam deyir, ona xərac vermişdir. Hətta bu hissədə daha bir məqam var. Rum hökmdarının ayüzlü bir qıza aşıq olmasından söhbət gedir və bu ifadə biləsiniz ki, Feyləqusa aiddir. Yəni İskəndərə aid deyil. Bu İskəndərin anasıdır və oradan deyir İskəndər dünyaya gəldi və İskəndərin deyir təlimi ilə məşğul olurlar, qılınc oynatmağı öyrətdilər, at satmağı, aslanlarla döyüşməyi və deyir İskəndər deyir at satmağa həvəs saldıqdan sonra artıq deyir Cahangirlik həvəsinə düşdü. Bundan sonraki İskəndərin təlim olmasıdır. Onu İskəndəri Niqumaşa tapşırırlar, öz dövrünün böyük aliminə. Niqumaş da öz oğlu Erastu ilə bərabər İskəndərə təlim verir. Nizami Gəncəvi burada bir tarixi həqiqətə sadiq qalaraq belə bir ifadə işlədir ki, Erastu deyir, atasından öyrəndiklərini İskəndərə öyrədər. Ona qardaş kimi bağlı idi. Biz bilirik ki, tarixdə elə İskəndərin müəllimi Erastu olmuşdur. Və sonra Niqumaşın İskəndərdən bir xahişi var. Orada onlar bir əhd peyman bağlayır. Deyir ki, sən hökmdar olacaqsan, dünyanın hər yerinə hökmün yeriyəcək və sən Erastunu özünə vəzir eləkləndir. Səndə bəxt var, onda ağıl var. İskəndər də vəd verir və o cürdə sonraki epizodlarda biz görürük ki, elə o cürdə olur. Sonra İskəndərin taxta çıxması hissəsi gəlir. İskəndər taxta çıxandan sonra nə edir? Köhnə adətləri saxlayır. Hətta bir qəribə epizod var. İskəndər məlum olur ki, bac xərac alır. Yəni tacirlərdən bac almır, dekkan vergisinə qələm çəkir, sərmayəsizlərdən pul almır. Bilmirəm, İskəndər dövləti nə cür qurmuş olur, nə cür saxlamış olur. Yəni o da öz ədaləti ilə hər yerə ün salır. Hətta bəzi əraziləri tutmuş olur. Sonra deyir ki, onun Həbəşistana və Misrə ətri yayılmışdı. Bu demək ki, səsi sorağı oralara da gedib çıxmışdı. Bu səsi sorağın oralara gedib çıxmasını biz Zənci qoşununun gəlməsindən İskəndərin xəbər tutması hissəsində görürük. Çünki İskəndər taxtında şad xürrəm oturmuşdu, ölkəsini ədalətli idarə edirdi və bu vaxt Misirdən bir xəbər gəlir ki, zalım Zənci hökmdarı onlara zülm edir. Və İskəndər Misirlərin bu çağırışından köməyinə istəyir ki, etinasız yanaşsın. O mənada ki, qorxur, ehtiyatlanır, amma Erastu ilə məsləhətləşir. Erastu ona bəxtini sınamağı məsləhət görür. Düzdür, sonradan o Zənci hökmdarına qalib gəlir. Düzdür, bu qalib gəlmə hissəsi bizim dərsliyimizdə yoxdur. Bir o var ki, böyük bir müharibə səhnəsi var.
İskəndər Nizami çox böyük ustalıqla müharibə səhnəsini təsvir eləmiş olur. Deyir, sanki bir cəhənnəm idi. Sonra Zəngibar şahına qalib gəlir İskəndər. Bu bizim əsərimizdə, deməli, dərsliyimizdə verilmiş hissədə yoxdur. Bundan sonra Daranın İskəndərlə müharibəyə qoşun çıxarması faktı var. Bunun da səbəbi o olur ki, bu da bizim əsərdə yoxdur, yəni ixtisar olunubdur. İskəndər çox böyük hədiyyələr göndərir. Misri alandan sonra, Misri deyəndə Zənci hökmdarına qalib gələndən sonra Misri onun vassallığına keçir və böyük qənimətlər əldə edir. Daraya çox böyük paylar, hədiyyələr göndərir. Çünki o əski atasından qalmış adətə əməl eləmişdi, yəni İskəndərə tabe olurdu. Bunu da vurğulayım ki, Feyləqüsün İskəndərə tabe olmağını ağıllılıq əlaməti kimi göstərirlər. Necə ki, bizim Şirvanşah Əmir Teymurun qabağına 9 nökərlə çıxır, o epizoddakı kimi. Dara belə qəbul edir ki, İskəndər çox güclənirdi, ona görə İskəndərin üzərinə qoşunu çəkir. İskəndər bütün qoşunu yığır və ordu ilə məsləhətləşir, baş bilənlərlə məsləhətləşir. Görür ki, hamı onun arxasındadır, hamı Daraya layiqli cavab verməsinin tərəfdarıdır. Və bu məqamda onu deyim ki, bu hissədə bir də belə bir məsələ var. Sonradan bu Şah İsmayıl Xətai ilə də bağlı bir rəvayətə çevrilibdir. Casuslar gəlib xəbər verir ki, İskəndərin Daranın qoşunu sərxoşdur. Biz bu vaxt hücum edəsək, qalib gələ bilərik və İskəndər sonradan çox məşhur olan bir ifadə var. İskəndər deyir ki, mən quldur deyiləm ki, gecə basqını eləyəm. Günəşə yaraşmaz ki, gecəni basqın edəsin. Sonradan bu Şah İsmayıl Xətai ilə də bağlıdır. Deyirlər, Çaldıran döyüşü vaxtı əvvəlcədən Şah İsmayılə təklif edirlər ki, qoşuna, Osmanlı qoşununa, Sultan Səlimin qoşununa xəlvət hücum eləyək. O bilmədən gedib döyüş meydanında qarşılaşmıyor. O da deyir ki, mən yol kəsən, yol basan quldur deyiləm. Görünür ki, bu əsərdən, İskəndərnamə əsərindən təsirlənərək bizdə belə bir rəvayət yaranmışdır. Daranın İskəndərlə sonra müharibəsi olan hissəsi var. Bu hissədə yenə bir müharibənin böyük təsviri var, acı təsviri var. İskəndərin qoşunundan 1000 nəfər pəhləvanın ölməsi faktı var və hər iki tərəfin bu müharibədən çox böyük əziyyət çəkdiyi təsvir olunur və bu məqamda İskəndərin Daranın iki sərdarı demək ki, Daradan nə cürsə incik düşmüşdülər. Onlar İskəndərin qəbuluna gəlirlər və Əskəndərlə əhd peyman bağlayırlar ki, sən bizə çoxlu xəzinənin ağzını açsan, biz Daranı öldürərik. İskəndər bunlardan əhd peyman bağlayır. Düz orada göstərilir ki, İskəndər onlara inanmadı, amma düşündü ki, burada bir məşhur atalar sözü var ki, bəs dovşanı öz yerinin tazısı tutar. Sonra əsərdə daha bundan sonra İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə tanış olması hissəsi var. Amma mən bir epizodu xatırladım. İskəndər Daranı məğlub edir o sərkərdələrin xəyanəti nəticəsində. Daranın son nəfəsində İskəndər yanında olur və əsərin bu hissəsi çox təsirlidir. İskəndər Daranın ölümünə pis olur. Çünki düşünür ki, dünyada bu zaman iki dənə özünə tay bərabər olan mühattab olacaq bir adam var idi. Dara, o da ölür. Və Daranın İskəndərdən bir xahişi olur ki, onun bir xahişi olmur, daha doğrusu 3 xahişi olur ki, dövlətini dağıtmasın və vəsi edir ki, Qız Rövşənəyi alsın, həm də ona xəyanət etmiş adamları cəzalandırsın. İskəndər əvvəlcə həmin sərkərdələrə vəd verdiyi pulu, qızılı verir, sonra da onları öldürdürür. Gəldik, ondan sonra birbaşa İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi fəsli verilir. Həmin fəsildə danışılır. Əvvəlcə Bərdənin təsviri verilir ki, Bərdə necə gözəldir, necə qəşəngdir. Sonra İskəndərin Bərdəni abad görüb, bu yerin hökmdarının kim olmasını soruşulduğu söyləyir və ona deyirlər ki, bəs bu bir qadındır, gecələr Tanrıya ibadət edir, gündüzlər can bəsləməkdən geri durmaz və bu qadın haqqında əvvəlcə məlumat verirlər ki, onun qulluğunda ancaq gözəl qadınlar durur, 30 min qulamı var, kişi qulluqçusu var, xidmətçisi var, amma heç biri onu hələ görməyibdir. İskəndərdə bu qadını görməyə böyük maraq oyanır, amma bu epizoda qədər, onu görmək istəyənə qədər Nüşabə ona çoxlu xərac göndərir. Xərac deyəndə xəracı da yeyib içmək olur, çünki qoşun gəlibdir, qoşunun ərzağa ehtiyacı var. Daha bu pay da gələndən sonra İskəndər mütləq Nüşabəni görmək qərarına gəlir və özü elçi sifətində saraya gəlir. Nüşabə İskəndərin tavrından, yəni belindən qılıncını aşmamasından, deyək ki, baş əyməsindən, davranışından şübhələnir ki, bu heç elçiyə oxşamır. Diqqətlə baxanda
görür ki, bu İskəndərdir və İskəndərə ifadə edir fikrini ki, sən niyə özünü gizlədirsən? Düzdür, İskəndərlə onların arasında diyaloq keçir ki, İskəndər dənizdir, mən bir çayam, o bir günəşdir, mən onun kölgəsiyəm, ola bilməz və belə deyək ki, mən İskəndərdən gəldiyim üçün, İskəndərin elçisi kimi olduğum üçün belə davranıram. Axırda Nüşabə dözmür, ipək üzərində çəkdirdiyi şəklini gətirib İskəndərə göstərir. İskəndər özünü burada gördükdə şəklini bilir ki, artıq Nüşabə onu tanıyıb, çox bərk qorxur. Amma bunun qorxduğunu, rənginin saraldığını görən Nüşabə taxtını ona təklif edir, deyir ki, bir taxta 2 nəfər yaraşmaz. Mən deyir, sən deyir, xoşbəxt bir faldan gəlmirsən, ona görə də biz sənin qulluğundayıq. Və o da yeyib içmək məclisi qurulur və bu yeyib içmək məclisində bir ibrətamiz bir fikir ortadan keçir, söyləndi. Bu nədir? İskəndərin qarşısına Nüşabə qızıldan boş yemək qoydurur, daha doğrusu yemək olunur, bir boş qap qızıl qoydurur. İskəndər məəttəl qalır ki, nə demək istəyirsən? Deyir, demək istəyirəm ki, bu qızıllara görə müharibə eləmək olmaz. Onda İskəndərin də Nüşabəyə çox tutarlı bir cavab var. Deyir ki, əgər bunlar mənasız şeylərdirsə, bunlardan niyə səndə də var? Ondan sonra Nüşabə deyir ki, yeməkləri gətirir. Əvvəlcə deyir, öz yeməklərdən dadır. Sonra İskəndərə verir ki, İskəndər rahat yesin. İskəndər yeyib içir, durur ayağa və o müddətdə Nüşabə onun ölkəsinə toxunmayacağı ilə bağlı İskəndərlə əhd alır və İskəndərlə əhd-i peyman bağlayır. Bu bizim əsərimizdə verilən hissə, yəni bu şərəfnamə hissəsidir. Şərəfnamənin də belə qısa özətini deyim. İskəndər hakimiyyətə gəldikdən sonra, Zənci şahını da məğlub etdikdən sonra dünyanı fəth eləmək fikrinə düşür. Elə ona görə də tarixdə ilk dəfə dünyanı fəth eləmək fikri İskəndərə aid olduğu üçün ona Böyük İskəndər deyirlər və bu Makedoniya İskəndər həqiqətən uğurlu bir adam olur. Əsərdə Çinə qədər gedib çıxır və orada Çin hökmdarı, Türk hökmdarı kimi təsvir olunur və İskəndər Çin hökmdarı da Nüşabə kimi ona itaət etsə də, amma İskəndərə göstərir, sübut edir ki, mən heç də səndən çəkinmirəm, zəif deyiləm. Sonra ikisi birlikdə dünyanın axırına getmək istəyirlər və gəlib okeana çatırlar. Okeandan o tərəfdə torpaq olduğunu bilirlər, amma İskəndər oraları fəth eləmək fikrinə düşür. Ondan sonra öz ölkəsinə qayıdır və burada dirilik suyu, yolda dirilik suyu ilə də tanış olur. Dirilik suyunu içə bilmir və ölümlü olacağını anlayır. Güya həmin vaxtda dirilik suyunu Xıdır Nəbi içir. Bundan sonra əsərin İqbalnamə hissəsi gəlir ki, növbəti dərsimizdə İqbalnamədən danışacaq. Diqqətinizə görə sağ olun, sizə bir faydam toxunsa nə mutlu.